Əllamə Təbətəbai Əl-Mizan təfsirində məhəbbəti varlığın cazibə qanunu kimi izah edir. İnsan sevdiyi şeydə öz kamalını güman edir. Yəni sən birini sevirsənsə, əslində onda öz tamamlamanı axtarırsan. Problem o zaman başlayır ki, insan kamalı məxluqda müstəqil görməyə başlayır. Quran xəbərdarlıq edir. İnsanlardan eləsi var ki, Allahdan qeyrilərini ona tay tutur və onları Allahı sevdikləri kimi sevirlər. Bu ayənin irfani təhlilində deyilir ki, təhlükə sevgi deyil, sevginin istiqamətinin dəyişməsidir. Məxluq müstəqil kamal mənbəyi kimi görüləndə artıq qəlbdə gizli şərikliyi başlayır. Şəhid Mürtəza Mütəhərri İlahi Ədalət və digər əsərlərində yazır ki, insanın birini öz ehtiyacının mərkəzi etməsi sadəcə psixoloji asılılıqdır. Qarşı tərəf səni tərk edəndə sən varlığını itmiş hiss edirsən. Onun razılığı sənin kimliyinin ölçüsünə çevrilir deyə onu itirmək Allahı itirmək kimi görünür. Ariflər deyir, faniyə söykənən qəlb fanilik qədər titrəyər. Əllamə Təbətəbai insan ruhunun mücərrəd həqiqət olduğunu vurğulayır. Ruhun həqiqi meyli sonsuza doğrudur. Sonsuz olmayanı sonsuz kimi sevmək daxili parçalanma yaradır. Ariflər demir ki, insanı sevmə. Onlar deyir, insanı Allahdan ayrı sevmə. Yəni insanı müstəqil varlıq kimi deyil, ilahi təcəllanın aynası kimi sev. Ayətullah Behçət ağa buyururdu ki, əgər birini Allah üçün sevmirsənsə, bir gün ondan inciməyin qaçınılmazdır. Əllamə Təbətəbai Əl-Mizan təfsirində yazır ki, insanın fitrətində kamala doğru bir meyl var. Bu meylin hərəkətverici gücü məhəbbətdir. Quranda deyilir, iman gətirənlərin Allaha olan sevgisi daha şiddətlidir. Bu ayədə diqqət etməli məqam iman ağıl kimi təqdim edilmir, sevgi kimi təqdim edilir. Ariflər də deyir, insan nəyə aşiqdirsə, əslində odur. Quran bəyan edir ki, sonra qəlbləriniz sərtləşdi, daş kimi oldu, hətta daşdan da sərt. Ariflər deyirlər ki, qəlbin daşlaşması günahdan daha təhlükəlidir. Şəhid Mürtəza Mütəhərri yazır ki, insanın ən zəif nöqtəsi onun tərbiyə nöqtəsidir. Allah insanı ən çox zəif olduğu sahədən yetişdirir. Çünki orada ego gizləndiyi üçün, əgər sən münasibətdə tez bağlanırsansa, deməli sənin kamal yolun oradan keçir və bunun üzərində möhkəm dayanmaq lazımdır.